günahların aqibətindən insanın ruzisinin azalmasıdır. Hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, İnnər racülə ləyəhrumur rizqa bizzənbi yusibuhu. Bir kişi ettiği bir günaha göre o ruzisinden məhrum olur. Ettiği bir günaha göre. Çünkü ruzi Allah tərəfindən sənə verilən bir paydır. Ruzi pul değil, mülk değil. Ruzi pul da olabilir, ev de olabilir, geniş ev de olabilir, salih qadın da olabilir, əməl salih övladlar da olabilir. Sənə verilən hidayət də ruzidir, elm də ruzidir. Yəni Allah'ın sənə verdiği bu qədər ruziləri etdiğin asiliklə onlardan məhrum ola bilərsən, onları itirə bilərsən.